şahtağı, bir yanın Xəzər. Ah, meyvəli bağlarım ovlağa bənzər. Bir yanın şahtağı, bir yanın Xəzər. Ah, meyvəli bağlarım Sahib Bəkdəmirov Kamiloğlu. 1965-ci ildə anadan olmuşam. Qoba rayonunun Tüləkərən kəndində. Səhər şəfəqləri üstünü bəzər. Nə qədər gözəlsən. Biz elə gözümüzü açmışıq, evdə bizim valideynlərimiz fəhlə olub. O vaxtı Sovet dövründə bütün evdə olanlar, kənddə yaşayanlar sağxoz fəhləsi idi. Biz özümüz də onlara kömək eləməyə gedirdik. Elə o vaxtdan gözümüz elə özümüzü tanıyandan bağda olmuşuq. Almanı əkəndən birinci ili qələm əkirsən, əkilən gündən ona qulluq lazımdır. Biz avqust, sentyabr ayında meyvəni yığdıq. Meyvələrimiz bizim orada sortlara ayrılır. Amma o hansı ki meyvələrimiz tam safdır, birinci növ meyvələrdir. Biz onları yığıb, bizdə soyuducu anbarlar tikilib, hər kənddə var, bizim kəndimizdə də var. Biz aparıb həmin meyvələri o anbara yığırıq. Alma biz üçün sadəcə meyvə deyil, o bizim ruzumuzdur. Ruzu da mütləq bölünməlidir. Mən də meyvələrin birinci nüvar meyvələrini mən yığanda mənim Cəbrayıldan bir tərbiyə yoldaşım var. Uzun müddət Sumqayıtda yaşadılar. İndi şükür Allah qayıtıblar öz yuvalarına. Mən Sumqayıta göndərirdim. Bu son illərdə onlar da digər qaçqınlarımız kimi öz yuvalarına gedənlərdən biridir. Mən çox sevinirəm. İndi mənə həm də qürur verici ki, mən bağlamamı Cəbrayıl rayonuna öz yuvalarına göndərirəm. Nə qədər gözəlsən, gözəl ay Quba. Nə qədər gözəlsən, gözəl ay Quba. O vaxtdan poçtdan istifadə edib, bugünkü gündə də poçt həmin poçtlar, həmin xidmətlər artıb. Əvvəlki dövrə baxanda poçtdan yenə istifadə edirik. Məktub da göndəririk, məktub alırıq, qəzetimiz gəlir, bağlamanı göndəririk ünvana.